Səs yoxlamısınız? Yoxlamışam. Sponsorunuzdur. Avesiz. Salam. Nuş olsun. Qonağımız Elməddin Cəfərovdur. Xoş gördük. Kimdir Elməddin Cəfərov? Gördük. Aktyor, prodüser, sıravi insan belə. Bəs biz nə deyək? Elməddin deyək. Elməddin deyək. Elməddin Cəfərov deyək. Yox, fərqi yoxdur. Elməddin deyək. Elməddin gedirik onda Elməddindən Elməddin davam. yoxdur. Elməddin bəy deyəcəm mən. Elməddin bəy. Ehtiyac yoxdur. Elə sıravi Elməddin desəz yetərlidir. Öz adım düzdür. Uşaqlıqdan mənə uzun gəldi filan Behman. Sonradan başa düşdüm ki, elə öz adımı təsdiqləməliyəm. Bəs dəyişmək istəyirdin uşaqlıqda o vəziyyətdə adını. Kaş adım məsələn Əhməd olardı. Ya belə istəyərdim adım Elmin ya da Elmi olsun. Zaten elə çağırırlar. Mənim doğmalarım, yaxınlarım Elmi deyirlər. Tanımayanlar Elməddindir. Elə istəyərdim. Sonra da o qulağım zaten hər gün o sözü eşitdiyin normal gəlir. Tanımayanlar zaten Elməddin deyir. Onda elə bir veriliş olsun ki, axırda biz də elmi deyərək Bağlı. Tam o qədər ərkələməyək. Yəni o qədər doğmalaşmayacaq bir verilişsində. Sən bizim televiziyadan ilk qonağımızsan. Televiziya aləmindən. Ona görə biz dünəndən də fikirləşirik, nə edəcəyik, nə suallar verək, söhbət necə keçəcək. Hadisə televiziya tərəfindən girməyin də. Yəni nətər sıravi qonaq kimi yanaşın. Həmişə necə indi elə. İlla da elə televiziyadan girəsiz falan. Bilmirik də, təcrübəmiz yoxdur ona görə açığı. Belə o bir tərəfdə yaman təcrübəsiz. Hə, 42 bölümdə yedirik. Abi görəndən çapırsan ha bizi. Zaravat edirəm, əstəğfirullah. Tam səmimi deyim, çox gülmüşəm sizin. Çox adama da atmışdım o videonuzu. Hansı? Qərənfil falan. Çox möhtəşəm idi. Sağ olun. Canlandırma super idi və səhv eləmirəmsə milyonlarla baxış olmuşdu. Möhtəşəm idi. Əla idi. Tapıntı əla idi. Qardaşı çox yaşlı İsmail də. Orada yaşlı görsən həyatda 24 yaş var yəni. Mən də qəribə gəldi. Elə bilmə ən böyüyü budur. Araz Abdullayevdir. Onun illərdir ki, yaşı dəyişmir. Vizual var. Hələ bir ara ancaq 22 idi. Təzəlicə 24-də update oldu. 23 olmadı elə. Abi necə sənin nə var nə yox planların? Kino, mino. Çünki gələnlərin əksəriyyəti doğrudan da kino sektorundan olur. Biz də dedik ki, sual verək ki, nə planlar var, nə serial falan. Kino, serial, layihələr belə televiziyada, sosialda elə bir iş görmürəm. Yalnız televiziyada. Ancaq kamera arxaları, səhnə arxalarını paylaşırsınız deyəsən. Gedim bax. Hə, onu uşaqlar baxırdı. Mənim anlayışım bir o qədər yoxdur. Çünki mən aktiv sosial deyiləm də, yəni açıq deyim. Hə, nə adıma səhifə var Instagramda. Allah. Farasında. Məndə adıma səhifə var Instagramda, amma istifadə eləmirəm. Heç parolunu belə bilmirəm, açıq deyim. WhatsApp işlədirəm, Telegram işlədirəm. Nömrələri yazaq aşağı. Bitdi bu qədər yəni. Elə sosialda yoxam. Amma son dövrlərdə çox əvvəlki kimi aktiv deyilsən elə bil. Yaşlanıram, mənim 45 yaşım var. Mən girəndə Ronaldo sana gözümdə. Yəni 45 dedi uşaqlar. Heç düşünmədim yəni. Hayır, Ronaldo xoşuma gəldi. Fərd getdi qabağa. Belə aktiv deyəndə bir yaşdan sonra indi məni tam başa düşməyəcəksiniz. Deyəm, amma o biraz belə başa düşür. Bir yaşdan sonra bəzi şeylərə özünə icazə verə bilmirsən. Mən böyük oğlumun 23 yaşı var, Nihatın. Kiçik oğlumun 17-18 yaşı var. Yəni artıq sən aktyordan çox həm də valideynsən. Demirəm, çox kompleksin var. Öz rollarım elədir ki, normal rollardır. Amma bəzi şeyləri eləyə bilmirsən. Biraz komplekslər yaranır. Heç nəsə gəlibdi uşaqlarından kompleks bəlkə ona görə yaranıb. Ata bunu hərəkət idi elədin. Yox, heç elə bir şey eləmərəm ki, uşağım mən o söz desin. İkincisi də ki, evladlarımla çox yaxın dostam. Sirdaş deyiləm təbii ki, ata oğluna sirdaş olmaz. Amma çox yaxın dostam, çox şey paylaşıram. Bir dəqiqə, ata oğluna niyə sirdaş olmaz? Mən gəlirəm çünki o tərəfə. Hə. Niyə olmaz ki? O hər an ola bilər sənə. Belə bir şey deyim. Ata oğlunun dostu olar və ona yön verər, yoldaşlıq eləyər, məlumat verər, özünün elədiyi bəzi səhvləri ondan paylaşar ki, o da eyni səhv eləməz. Amma sirdaş olanda ata kimliyini paylaşır, daxilini, özü. Sən bir insansan həm də, ata deyilsən. Sən çünki oğlunun yanında atasan, evladın yanında atasan,
valideynlərin yanında evladsan, yoldaşın yanında ər, burada iş yoldaşı. Sən kimliyini heç kimlə paylaşa bilməzsən. Bəlkə bir dənə Allahla paylaşa bilirsən. Çünki özünün zəif və güclü tərəflərin var. Yoldaşın yanında sirdaş olanmazsan. Çünki onda sən o kişi kimi kimliyini itirirsən. Valideynlərlə tam paylaşamırsan, evlad kimi kimliyini itirirsən. Bu kimlikləri qoruma, sənin kimliyin sənə aiddir. Ona görə bəzi şeylər var, onun sirdaş olub hər şey dayan. Hər şey yoxdur. Okey, dost ol. Dost ol, bildiklərini, məsləhət bildiklərini paylaş. Amma sirdaş olmaq, mənə yalnız insan ixtiyar və qeyri-ixtiyar Allahla sirdaş ola bilir. İstəsən də, istəməsən də hər şeyi bilir öncədən. Hətta sən etməmişdən əvvəl zaman öncədən bildiyi üçün Allah bilir. Amma ən yaxşı səmimi olub özünü paylaşmalıdır Allah. 44 istəmirəm. 44 bölümün xırdalıyasan. ən ciddi cümləsi idi. Ha, yox, istəmirəm, heç ciddi olaq. Bezmişəm ciddi söhbətlərdən. Abi, biz, yəni onsuz da yaşımızı da bildim. Biz... Amma çox qəşəngdir, qardaşım başında şeydir, Türk papağı, abinə, yox, tam oturur. Kukla, ha, yox, maşallah, tam yaşına otururdu, Allah'a qurban olum. Nə anladın, 5-10 ildən sonra uşaqların deyəndə ki, o nə idi ata qucağında, onda deyirəm, abi, bu 3-cü oldu, geydirirsən, mən də kod yazarım. Ha, yazarım. Abi, indi söz deyirik, sən mahnı, zarfat. Sərdən əsən. Deməli, ilk verilişimizdir ki, bildiyin tam ASTV verilişi kimi gedir. Məndən fərqi yoxdur. Yox, biz şeydir, hörmət olaraq bilmirik də. Yəni, doğrudan özümüzü çox sıxmışıq ki. Sıxmayın, rahat olun. Yox. Amma əl zarafatına da şey. Bir də suallar yalnız bir tərəfdən gəlir. Bəlkə bu tərəfdən daha səmimi. Deyirəm də, hamısı heyecanlıdır. Burada mövzular var. Bəlkə də mövzu açaq. İstəyirsən bizim konseptdə davam eləyək biraz. Danışdım bəsdir də, hə? Bir dənə sual verim. 6 belə 6, 4 belə 2 belə. Yox, 6 başlayanda 6 idi. Sonra Mən sizə bir dənə dua eləyəcəm. Əslində bu sizin xeyrinizədir, amma belə yanlış başa düşəcək. İnşallah çox pul qazanmazsınız. Hə, bilirəm abi, nə zaten. Əgər bunun davamlı olmağını istəyirsinizsə, Allah sizə buradan çox pul verməsin. Başqa yerdən çox pul versin. Buradan çox pul verdiyi üçün bu 6 pişikdən bir şey də qalmayacaq. İnsanlar oynaşacaq buralarda biləsiniz. Ən kollektiv pulsuzluqdan heç vaxt dağılmır. Pul gələndə kollektivlərin hamısı dağılır. Bir də bugün biri dağıldı. Tanımarsan təzə qrup. Belə qırğın pul tutdu. Yox. Krosno deyə bir musiqi qrupu var idi. Təzə başlamışdı. Onun bina var deyək ki, onları dağıdacaqlar. Bugün dağıldılar. Bilmirəm. Azərbaycandaydı yoxsa? Hə, 3 nəfər cavan uşaq idi. Musiqi. Mahnıları şey edirdilər. Hazır olan mahnıları cover edirdilər. Niyə dağıldılar? Onu bilmirik. Yəqin ki, pul gəldi. Çox tez dağıldı. Bir il belə olmadı. Gördük ki, getdi də. Bu gün dağıldı. Sən maşallah bəd xəbərlərsən gətir. Ay, filan kəs dağıldı, filan kəs batdı. Buyur qardaş. Yox, estağfurullah. Baxdım. Zarafat qoydum. Bir dənə mövzum var. Kimisə zəhərləmək. Kimisə zəhərləmək necə bir prosesdir. prosesdir. İlan olursan da elə bildin. Yəni məsələn tarixi kinolarda da daha çox olur ki, kimsə zəhərlədilər. Bu görsən kimin ağlına gəlib ki, gedim kimsə zəhərləyim belə bir mövzu başladı ki. Zəhər satılır ümumiyyətlə bu tərz şeylər üçün. İndi Genel olaraq da, yəni Dünyadan bağlı 200 şeydən biri də zəhər. İlan zəhəri. Hələ də yəni zəhərlə öldürürlər. Yəni o qədər silah satırlar, başım bırakır. Zəhər bildiyim qədər indi biz düşündüyümüz kimi çayla içdim, öldüm deyil də. Zəhər yeganə vasitədir ki, 3 aya, 4 aya öldürür və iz qalmır. Ona görə ən gözəl zəhərdir həmişə. Onda gözəl. 3 aya 4 ay öldürür. Hə. Onda zəhərdən zəhərə dəyişir də. Zəhər var. Hə, o tərz. Zəhər var ki, amma yəqin tez öldürənlər də var. Təbii aydın məsələ, amma elə bildiyim qədər. Amma çox mövzu idi təbii. Sən belə mənə də çatma. Tək səbirdən davam edir. Eyvə, onda tək səbirdən. Yox, mən elə bilirdim öz iradənlə ki yemişsən. Sən nə olursa səhv edir. Bəs bizi izləmirsən. Dedik də. Mən də verilişdən əvvəl demişdik də.
Verilişdən əvvəl yox, amma sizin ilk videonuzdan izləmişəm. İlk videoda ya bilmirəm də o xanımla Qərənfil partlamışdı, möhtəşəm idi. Çox gülmüşdüm. Bölüm olar, bölüm olar. Dedi Talihə. Talihə bir 10 neçə 10 dəqiqə dözə biləcəyin Talihə. Tanış olmaq üçün elə belə izlədin ki, görün bunlar. Tam sən mi deyim? Qabağa verdim belə. Yox, qabağa vermə, xırıb kəsdim, dayandım. Şaka. Bəs dedin ki, bunlardan bir zad olan deyil. Yox, düşündüm ki, Geri yeni görünən bir sistemdir, sizdə yeni bir stil, biraz çox azadlıq vermisiniz. Bəlkə də yeni nəsil bunu sevir, özünüzə azadlığı açıq, rahat vermisiniz. Biraz Tormuzdan. tormuz şutkalar eləyirsiniz. Zarvatlarınız tormuz şeylər, buradakı rekvizitlər. Bunun elə bir kukla bağlılığı yoxdur, verilişə eləyib filan behman. Ha, bunun içində var problem. Mən də tutamıram ki. Sənə saxlayır. Tərifləyirəm səni. Tormuz şutka nə demək? Mən də o Tormuz şutka. Tormuzdanlıq edə qaldıq elə. Amma yeni nəsil, mən deyim də, bəzən biz tənqidi yanaşırıq ki, bu nədir, bu nədir, bu nədir. Yeni nəsil sizi çox sevir. Deməli, doğru yoldasınız. Biz təsəvvürə başlayanda bizi çox istəyirlər. Amma bu nəsil, bu da köhnə nəsil bizi bəyənibsə, siz də yeni nəsil bəyənir. Şəxsən mən də çox bəyənirəm. Yaxşı şeyləriniz çoxdur. Başa düşülməyən tərəfləriniz də var. O da mənim yaşımla bağlıdır. Yeni nəsil. Ya biz də başa düşmürük. Biz də gicdirik arada. Hə, bax mən belə demək istəmirdim. Ya, sapla ki, rahatdır ya. Hə, düz deyir. Bir iki dəfə saplasan özümüzə gələcəyik. Onda mən pas verim, sən özün qolu burada. Abi, sənin yerin belə bu danışıqdan görürəm ki, söhbətgahdır. Getmirsən ora yoxsa yox? Söhbətgah. Heç nə edə bilmirsən. DJ Tural. Orada DJ Turalın mənim verilişimdə Elə olub. bizim nəsə deyəcək. Çox savadlıdır, çox intellektual oğlandır. Çox da hazır zavabdır, amma bir yerə qədər. Mənim yanımda heç kimdir. Bizdə qısa qapanma verilişində qonaq idi. Mənim də işim yox. Estağfurullah. Verilişin sonunda belə bir şey dedi. Bilmirəm, o kadra baxmısınız, baxmamışsınız. Qısa qapanma ikinci ya birinci ya ikinci ya üçüncü verilişdir. Verilişin sonunda sağollaşmaq vaxtı qayıtdı ki, niyə görə dedi. Ya mən dedim siz bu günlük bu qədər dedi ki, elə bu qədər. Mən daha səviyyəli suallar gözləyirdim. elə dedi. Hə, mən dedim ki, o səviyyəli sualları, səviyyəli qonaqları saxlamışıq. Yeri var idi. Dedim tam sakitləşdi. Ondan sonra təbii ki, söhbət verilişinə məni hara çağırırlar ki, mən ki bunu hara çağırım. Maşın söhbətində sən eləmişdin, maşın açarını qoyur. Hə, o zor idi. O bomba. Bombaydı zarafat. Hə, ümumiyyətlə elə şeylər çox idi. Çox təəssüf ki, biz pandemiya düşdük. Zalda tamaşaçımız olmadı o veriliş eləməyə. Boşluq eynən. Hə, bildiyim boşluq eləyirdik verilişi. Bir də qonaqlar tutmurdu. Bax, bəzi zaravatları bizim qonaqlar tutmur. Müğənnilərimiz. Bizim də səhvimiz var. Niyə o qədər intellekt gözləyirdik ki, müğənnilərdən? Verilişi dayandırdım bir yerdən sonra, bağladım. Oturdum fikir. Ancaq da bağlayırsan, ya belə durursan ki, bir gün bağlayıram. Devir açıq, devir kapı. Ciddi deyirəm, eləyəm. O beyaz şov məntiqində bir şey. Yox, niyə? O qısa qapanma məntiqində bir şeydir. Mən heç vaxt nəyisə eləyəndə türklərə, ruslara oxşatmamışam. Yox, talk show məntiqində dedin. Sərsən mən saxlayanda olur. Talk show idi, yəni onu deyil. Hə, ürəyim belə istəmişdi, belə elədim. İlla bizdə belə bir şey var. Bunu mən Okan Baycan verilişini oxşadıram. Bunun beyaz şovu yox. Qısa qapanma verilişi idi. Arı şovu idi. Beyaz şov. Türklərə oxşama məcburiyyətim yox. Türkləri sevirəm, canımdılar. Amma nəsə eləyim, onlara bənzəyim, elə bir hədəfim Cem Yılmaz oxşuyum, nə falan. Yox, o Elmədin oxşasın. Kiməsə söz göndərdim. Hətta mən orada olanda belə, vallahi verilişdə türklərlə, zadlarla belə danışanda elə danışırdım. Onu çox özümdən razıyam. Deyirəm, razı deyiləm, narazı deyiləm sadəcə olaraq. O kütlədən deyiləm, bizdə o kütlə var, özümüzü bəyənmirəm, mən özümüzü bəyənirəm. Dayanmadan deyimlər burax. Azərbaycan dilində danışdın özü deyəsən o verilişdə. Demək olar ki, hə. Bəzi adamlar var, bəzi azərbaycanlılar, türklər gələndə türklərlə dirəşib Azərbaycan dilində danışır. Məsələn, şeyə görürəm ki, sən səmimisən. Sən prosta Azərbaycan dilində danışırsan. Amma bəziləri bu məntiqlə eləyir ki, mənim dilimi niyə bilmirəm? Hə, mənim dilimi Mən sənə deyim. Ümumiyyətlə bizdə bir psixologiya var, çox üzr istəyirəm. İngilis gəlində ingilis dilində danışırıq. İngiltərəyə gəlsə yenə ingilis dilində danışırıq. Dubay dilində ya ərəb ya da ingilis dilində nəsə axtarırıq ki, onlarla danışaq. Onlar bura gəlində yenə eynisini eləyirik. Yığışdırmışam. Və Dubaydaydım. Hə. Bax, Allah fikirləşdim, mən niyə ingilis dilində canla əlləşməliyəm? Pulu xərcləyəm mənə, bir də bunun dilində. Bax, Allah dedim, məndən ver.
Vallahi deyir. Deyirəm bundan verir. Bacanaqlar. Vallahi. Nə deyirdim, bax kiloyla, nə planla verirdi. Biz getdik sezona buraxda, Azərbaycan ilə yeməklər zat sifariş elədim. Biraz keydi, dedim, bu sənin problemin. Okey, duraq, deyir, otur. Tüşündə danışanı gətirir. Pulumla əzirsən abşım. Ay, niyə mən pul verim əzəlim? Pul verim, abi, yalvar, niyə əzəlim? Həm pul verim, həm də əzəlim. Amma pulu artıq verirdim axırda. Niyə? Dilin transkripsiya. Yox, vallahi. O bilsin ki, Azərbaycanlılar səxavətlidir. Məndən sonra gəlin Azərbaycanlı yaxşı qulluq eləsinlər. Hətta minirdim, taksidən düşəndə belə pul artıq verdim, deyirəm, from Azərbaycan. Məndən sonraki Azərbaycanda 2 qat verir. Bir Azərbaycanlı yolda qalsa götürsünlər. Nə vaxtsa görsə ki, Azərbaycanlı yolda qalıbdı. Qoy düşünsün ki, bir Azərbaycanlı artıq ver, bunu aparım. Əvvəlin zarafatla gətirir, axırda 45 yaş sözündə fikir versən, mesajını da. Ancaq deyim. Amma bəzi adamlar dirəşir də. Məsələn, Teoman gəlmişdi, o nasıl şeyi. Qız dirəşib, necəsiz? Başa düşmür. Başa düşmür. Bilmir yəni. Hancarsan, nə qarıyırsan? O da sən. O nədir Tərlan? Nənədir. Bu şey Nənədir? Tütək. Eləyəsən bu gün nəsə? Eləyəcəm. Baxım da. Bu ancaq çağırmaq üçün yəqin kimsə. Quş çağırmaq üçün ola bilər. Bilmirəm, nə bilim, belə mahnı da eləmək olar. Onu hardan? Mahnı edə bilərsən bəs. Hardan səncə? Özbəkistandan. Yox, şeydən temadan. Belədir də abi, sənəti sevir bu, art insandır. Tar çala Bəs bilir. abi 30 ildir sən serial sektorunda. Yox, 30 il yox. Yox, abi söz olsun. 15 yaşında. Bu dəqiqə sənlə mən səmmiyik. Pullar hələ də şeydə altına veriblər. Darıxatsız. 30 ildir sektordasan və eyni komanda ilə işləyirsən. Serial sektorunda 20 ildir. 20 ildir. 21. 2005-dən o Allah qoca. 20 plus. Eyni komanda ilə işləyirsən. Bəli. Komandam düzdür. Gedənlər Yəni çox aşağı olur. yuxarı şey. Amma işte 20. Çünki Cem Yılmazda da o şey var. O deyir ki, onlarla işləmək zordur. Yoxsa özünü oxşadırsan Cem Yılmaz'a? Yenə türklər. Necə bir hissdir? Çünki hər dəfə görürəm serialın çıxır. Bir yerdən sonra maaş verirsən. Bir dən görürəm ki, Abşım yəqin pul da qazanmırsınız ki, dağılmırsınız. Yox, mən desəm Dəcval ağıllı çıxacaq. Yox, onu 45 yaşım var onsuz da. Ağzımı Var da nə istəsə danış, Tam sonra sən kəsə də bilirsən, mən bilər. kəsərsiniz. Bir şey kəşf elədim öz həyatımda. Ümumiyyətlə Allah insana bir dəyər verir. Bu dəyəri gedəndə özümüzdən saxlaya bildiyimizi aparmalıyıq. Adam var bunu Kamerada. universitet illərində xərcləyir, adam var əskərdə xərcləyir, iş həyatında xərcləyir. Adam var kamerada da. bunu ətrafına satır. Adam da var ki, bunu peş eləyir satmağı, öz dəyərini satmağı, eyni şey əldə satır. Bir yerdə başa düşdüm ki, mən bu həyatı yaşayıram, bu yolu seçmişəm, aktyorluq, bu sahəni seçmişəm. Mənim çevirəmdə, qıraqdan olanda, burada tam tamamlanıram, nə orada. Sonra başa düşdüm ki, bu ətrafımdakı insanlar mənim ən yaxın dostlarımdır, hər gün görürəm. Və biz həqiqi dostluğu, domino oynamağı filanı, həm bu komanda ilə eləyirik, gəzməyə gedəndə bu komanda ilə gedirik, öz komandamız, çay içəndə bu, çəkiləndə bu filan. Həyatımı seçimini elədim. Dostlarım budur, ətrafım budur, işim budur və nə mutlu mənə ki, işim, həyatım, nə xoşbəxtlik mənə ki, esenlər olsun bana. Nə istəsən. Nə mutlu mənə ki. Sualı vermədim. Əcəb edən belə deyirəm. Mənim belə dostlarım var, ətrafım var. Bəs bizə məsləhət verdin ki, inşallah çox qazanmazsınız. Onu təcrübə eləmisən sən. Cezəni Burakda basırsan. Yoxsa bu təksəbirdə yaşanıbdı? Yox, təsəvvürdə də həmişə təcrübə. Pul gəlib, dağılma. Bozbaş satam sonu yurd dağılır da bir yerdə. Ab Cezəni Burak Elməddin pidesi verdi, amma bir 30 metr ad uzundur. Həki. Var şəkli. Onu göndərərsən də qoyarıq. Tamam, yadımı sorsun. Orada bir daha maraqlı bir şey oldu. Ben bunu efirdə demişdim. Çox adam kommentlərdə yazmışdı ki, belə qəribə bir şey var, yenə deyirəm. Mənim Cristiano Ronaldo ilə görüşməyim onun fanatlar üçün böyük şeydir. Mənim üçün eyni ortama düşmək üçün bir şeydir. Biz eyni ortama düşdük, görüşdük. Cristiano Ermədinə yazsın deyib çağırmayıbdı ki. Və mən nəyisə deyəndə bunu özümə fəxr kimi demirəm. Bu ortamda
Sabah İsmail hansısa böyük bir vəzifədə olsa falan olsa o ki olmayacaq Zor bir olar. şey. Olmayacaq. Amma zor olar. Elə bir sözlər dedim. İsmail demirəm. Nihat sabah çox böyük bir vəzifədə falan da olanda biz bu gün bu ortamda olmağımız o demək deyil ki biz amma bunu xatirə kimi danışanda o demək deyil Nihata çıxışımız var zaten. O məndə danışmırıq. Burada mən orada olanda bir dənə otelin açılışı idi. Mən dostumla getmişdim. Təsadüfən biz o bahalı otelin açılışına gedib düşmüşdük. Nə sonra bura. Orada mən dərində üzməyi çox sevirəm. Üzgüçülüyü çox sevirəm. Ən sevdiyim. Dərya. Hə, dərin. Yo, dərya. Hətta dərin Hə, elə dəryadır. bildim yenə deyim deyir, dərinlərdə üzmək. Yo. Hə, Çakırın bacısı mən elə bildim. Hə. Dəli. Ay Allah, bu nə qurumdur mən ya. Bu nə verir? Yəni sözün əsl mənasında dərində üzmək. Hə. Orada da bilirsiniz. Ronaldo oradaydı. Şey var. Biz bilmirik. Yo, Bahalı otellərin Cəzəni burax. Erdoğan. Marsilya, şey neydi o oyuncunun adı? Ronaldo. Yox. Rikelme. Messi. Marcelo yox. O Fransanın zbornusunun hücumçusuydu. Manchester United. Almanya ikincidir. Mən bilirəm kimdə, amma Ronaldinho. Gedən olar Fərid. Mbappe. Hə, nəsə başım. Hə. Benzema. O açılışda dünya futbolçuları tanınmışlar. Sonra Çərçivə MMA döyüşçüsünün adı nədir? Xabib. McGregor, Habib. McGregor zat. Hamısı Nə qədər oralardadır. sual, nə qədər ad tapmalıyıq. Hamısı oradadır. Və biz eyni ortamdayıq. Və davamlı bir həftə eyni ortamda olduq. Bir qəribə qrup olub. Zarafasız, yəni sən orada olmasan belə qəribə qrup. Yo, mən olmasam qəribə. Bax, normal. Vallahi elə mən nə gəzirəm orada. Qəribə eləyəm mən. Sən zarafasız açılışa getmişdin. Zarafasız nə gəzirsən orada? Bizim və orada çox maraqlı yadda qalan hadisələr oldu. Boğulanlar zad oldu dərində. Yox. Ha mən bilmirəm ki, bu futbolçunu tanımıram da. Əslində tanıyıram. PlayStation-da belə onu hücuma qoyuram. Amma inanmıram odur da. Mən də bunu qara dərli bilirəm. Deyirəm ki, mən kömürlə şeylə mənim üzməyimə köməklə çiyindən bax. Şey verəcəm, çay verəcəm. Hə, çiyindən çıxım kəllə vurum. Səxavətli. Futbolçu deyirsən, hə? Çay verəcəm ya, çıxanda şey energetik sok alacam bana. Beynimi unutmuşam. Bu da bir şey olmaq belə bax. Hətta deyirəm mən də alıb verirsəm də indi orada. Deyir elə bilim orada işləyənlərdən də mən nə bilim. Short kütədir bilmir. Üstünə yazılır ki, futbolçudur. Manchester United'in, hə, Fransa zbornusunun hücumçusudur. Mən nə bilim. Yox. Şəklini göstərirəm. Bu da mənə belə baxdı. Bacanaqlar. Qapda bacanaqlarda. Baxdı. Sonra belə qəribə gəldi da buna. Sonra razılaşır gedək. Eləyir 1 2 3 4 5 ha çox sağ ol falan dedim. Şəlim gəlim sağ sokağa. Aldın bəs yoxsa? Allahım gəldim soxsa sifariş elədim bir də buna aparıb gördüm hamı buna Abi pop uydu. Şəkil çəkdirəndə başa düşdüm. Yox, Red Bull. Vay ki, mənim vaxtım. Şəkil çəkəndə başa düşdüm ki, ay bu da dedim. 2 dənə sokalardım buna. Hay, nə qədər çapsam düşüncələrim var sənin. Kalbasa verərdim gərək abi. Biz ona buna kalbasa. Ağzın çölündə şeydə. Çox istəyirəm Kənan, buradan salam söyləyəm. Mən belə deyim də, verilişlərdə zadı Kənan başqa cür görsən, amma həyatda çox səmimi. Səncə Kənan gəlsə bura, biz Kənanla Döyər bizi. gedər bu veriliş, danışa Mən bilərik. şey deyim. Kənan mənim verilişimdə 1-2-3 dəfə olubdu. Hə, Martial. Abi elə onu sok. Zarafatsız ana maksimum elə. Elə sok. Deməli. Kənan verilişdə mən idarəçiliyi itirdim. Məni kimi hazır cavab adam. Abi biz də dəryayıq. Mümkün Biz də deyil. dərində Bax, üzürük. nə deyirsən onun bir əksini. Əli deyəndə deyir kimin Biz əli. əlimizdən Bax nə deyirsən, hər şeydən falan verilişi verdim ki, alıyorsun aparırsan sonra. 45. Yəni cavabları da tutarlı cavablardı deyirsən, hə? Elə qırğın tutarlı deyil. Amma bir yerdən sonra sən o atmosferi Prosta yorur yəqin adam. Yormur. Əksinə o atmosferə düşürsən, montajda baxsan ki, bu nə verilişdi mən eləmişəm, düşmüşəm ona. Amma çağırın. Doğrudan. Çox maraqlı olacaq. Təpik zad var. Bir də gördüm, ora bir dənə təpik qalxdı gözünə. Olsun da. Halal olsun. Verilişdə təpik olsun. Abi deyilmə. Abi bəs ən önəmli mövzu. Bir ara ancaq sasiska reklam edirdiniz. Bezmədi o reklamlardan. Həyatında önəmli yeri var da, belə görürəm ki, Mən yaxşı deyim pul də, qazandırıb yəqin kalbasa. o vaxtı Saskaydı ya əsas.
Dostlarımın şirkəti, dostlaşmışdıq. Ümumiyyətlə çox yaxın dostlarım idi. Hətta Azərbaycanın ən böyük şirkəti belə bizə sponsor gəldi, baş sponsor. Dedilər ki, bəs çıxart, onun verdiyin 5 qatını verirəm, mən sizə baş sponsor gəlirəm. Mənlə o bir yerdə olmasın. Eyni kateqoriya. Yox, başqa kateqoriyaydı. Bizə də elə bir təklif gəlmişdi bu arada. Hamınız tanıdığı böyük bir şirkət, elə ən böyük şirkətdir demək olar ki, Azərbaycanda. Demə, abdə bipləyəcək. Nədir, hə? Sel. Belə deyim, başa düşdünüz. Hə. Razı olmadım. Çünki niyə? 5 dəfə artıq pul qazanmağa ehtiyacım var idi təbii ki. Hamı bəy balası kimi də onlardı heyət, amma bu dostluğuma doğru addım olmaz. Ondan sonra onlar qaynadı seriala baş sponsor getdilər və məni baş rol olaraq apardılar. Elə işbirliyimiz oldu bir müddət, 8 ay, 1 il. Amma siz hadisəyə məhsul gözdən baxırdınız, mən münasibət, dostluq. Bu stolun üstündə plov da ola bilər, kabab da ola bilər, adi soda ola bilər. Önəmli deyil idi. Mənim stolun üstü önəmli deyil. Sizin olan münasibət önəmlidir. Hə, insanlar biraz yediyi, içdiyi tərəfdən baxır, tamam, hörmətlə yanaşır. Münasibət də var deyə abi, hər yerə də kalbasan çox soxduza elə bilirəm. Orada bir kafe var idi. Ancaq kalbasa verirdilər. Kalbasa diyarı idi. Kalbasa diyarı. Gəlmədi o kafeyə, xoşum gəlmir, gəlmir. Amma yazmamışdı. Heç Azərbaycanda elə bir yer yoxdur axı. Kalbasa verən. Məsələn, Cezene Burak'a Var idi, kalbasa verdim. danışa bağlatdırdınız. Hə, Cezene Burak'a kalbasa verdim. Bu bizə köhnədən yadigar. Yox. Bir Kənan 100% gəlməlidir. Verilişimizin baş sponsoru Soda, Ya da gözlə. sodalarıdır. Çağıraq da çoxdan da gəlmir göy adamımız. Nə qəşəng gəldi, çoxdan da gəldi. Yaşlar ki, Allah qurban. Belə qarışır. Verilişimizin baş sponsoru Soda, sodalarıdır. Soda, yeyinti üçün. Veriliş bir dənə vur. Verilişimizin o biri baş sponsoru aviases.az. Aviases.az. Gəzinti üçün. Bu da təzə instrument aləti. Bəli, təzə instrumentdir. Həkə eləyəsən onu, hə. Ancaq belə do, re, mi, fa, belə onu ancaq elə çalar. Biri də var. Hə, Bu da arxaya. C-dən, hə. Deməli, Mən deyim, nəfəs alətləri. var. Gözəl. Abi sənin bir müsahibəyə baxmışam. Orada qayıdıb demisən ki, meyxana mənasız sənətdir. Mən yox, sən ki, məni qarışdırdın. Danış. Elə dedi. Qalb bu getdi. Tez. Gəl də elə suallar verək ki, cavabı fərqli olsun. Niyə meyxana mənasız sənət? Yox, mən elə yanaşmıram. Amma belə deyim, amma tam səmimi deyim. Elə nə meyxana, nə də rap fanatıyam, sevmirəm. O bir o qədər də. Onda dis atasansa, mən rəhbərəm. Hə. Mən dis. Açıqsın da çıxartdı ki, Hə, tanıyır. yavaş ayağına salarsan. Açıq çıxartıb qorxuluyum. Deməli, amma Allah rəhmət etsin, Hüseyn Dəriyə yaxın dostum idi. O replərini sevirdim. Belə amma repi bir o qədər sevmirəm. Arada kiçik oğluma xatir Kendrick Lamar'a qulaq asırsan. şeyəm. Yox, bilsən kimi. J. Cole. Yox. Birinci yerdədir dünyada. Ağdərli. Eminem, hə. Abi o Eminem birinci Elə sənlə yerdən yaşıddır. bir tap düşüb. Doğrudan. Ha, indi bilsən kimlərdir? Ay, yavaş, bilmirəm, yox. Donald Trump, Obama. Hə. Trump, Obama, onlar. Mesela bir gün kollektivi yığman naşın bir klinikayla bir tane güncül çekan muayene istiyor bitti. Demirəm sizə düşün. En azından problemi bilin. Hə, tək səbrə qayıt. Zavaz tək səbir ol. Bu çox mən deyim bu çox qal. Bunu siləməyəcək. Göndərək sizə. Hə, göndər. Bu göndərək. ümumiyyətlə siləməyəcək. Siləmirik hansıda. 1, 2, 3. Bu nə eləməsəz nə olur ki? Nə Özünüzü eləməsək rahat bunu? deyirsiniz Hə də. də, hə. Hə. Bəs abi, deməli sən bir dənə də müsahibəyə baxmısan. Qayıdıb demisən ki, turp nağılı çox mənasızdır. Mən demişəm. Hə. Hə, bu kimə sabahın mən o zadı. Nağlansıydı, hamı dartır bir-birini. O dartanlar deyil, turp. Hə. O qədər mənasız nağıldır. Mən uşaq olsam, yəni ürəyim partlayar o nağıla. Mən o nağılın yəni böyük yaşlarımda görmüşəm ki, fisoda nənə babanı çıxardır, baba nənəni çıxardır. Turp nağılında bilirsən ip harda qopur. Pişiklər. Heyvan zad gəlir. Sıçan zad Çıxart da gəlir. Sıçan nədir? Çıxarda Yəni sən bilirdilər neyə o bilər ki? daxırda. Sən nə qədər gücü var? Axından ki? olur, çıxardılar. Çıxardılar O onlar. bizim nağıldır görün. Hə, bilmirsən. Məncə Turpu yox. çıxartmaq. Azərbaycan nağıldır yoxsa Yox, dəqiq rusların? Məncə rus nağılı. Məncə yox, Azərbaycan deyil, hə. Turpdursa elə rusların olur. Məsələ bilsən nədir? Turpa görə bu qədər əziyyət çəkmək məntiqsiz gəlir də. Çıxara bilirdilər axırda amma. Yox, bu bəlkə də orada mövzu
yəni ad turpdur, başqa şey vurğulayırlar. Amma tezdən başım Amma sən məni bizim də 6 yaşımız var da. Yəni turp Ya, bir də turpu məsələn də, əgər turp oradan çıxmayacaqsa, saplağı qopar. Bildin? Çox nə qədər güclü Anne mən tıklağılı adamsın. Mən yavaş kəşf İşin saplağına gibi çıxdığa verilişdi. Ay bu verilişi dayandırmışıq ildə bir də çəyirib. Mən elə turpa gəldi. biraz da belə getsə tam yaxşı olacaq. Bəs sən haralsan? Mən Göyçə mahalına. Mən Qərbi də Azərbaycan. Yerazam. O da Yerazdır. Mən də Yerazam. Doğrudan Allah. Bu arada qonaqlarımız ya Naxçıvanlı olur ya Yeraz olur. Ya Qarabağlı, Necəsə. ya Naxçıvanlı, ya da Yeraz. Yox da yəni Azərbaycandan orada Yox, hamısı bir yenə də işə, işlə. Hə. Amma Gəncə ilə Fərda Gəncəli idi. Gəncə ilə kimin əlaqəsi var? Fərda Siyəzən Yevlax. Gəncəli bəs sən Gəncədə doğulub. Gəncədə yaşayıram, Gəncədə. yaşamışam. Gəncə Atam, batalyon. valideynlərim, qardaşlarım orada yaşayır. Mən də Arada 2000-ci avtobusla illərə gedib kimi orada gəlirəm. yaşamışam. Hə, arada gedib gəlirəm. İldə 2 dəfə, 3 dəfə gedib gəlirəm. Belə. Amma yaxşı şeylərə də. Amma mütləq surətdə bunu da deyəcəm, yenə ağıl çıxacaq. Hər il yeni il orada qarşılayıram. Burada ağıllı çıxmaq da var 2000 idi. ya orada səbəbini demirəm də, Hə, səbəbini deyib hə. ağıllı görsənmək istəmirəm. Bəs Bakıda çox yerdə Gəncə təndiri görürəm. Bir dəfə də soruşmuşdum, bilmirik biz bunu. Gəncə təndirinin nəsə xüsusi bir özəlliyi var ki, adını belə Gəncə təndiri qoyurlar. Baxan deyir ki, Gəncə təndiri get tez. Yəni bu get, Mingəçevir təndiri olsa dəyişər nəsə? bir özəlliyi var nəsə Gəncə təndirinin. Belə yox. Yox da. Belə də yəni çörəkdir. Təndirdir də, yəni dəşiblər. Yəni orada Alovdur. bir şey gözləmək yəni. Sən yerbazlıq elirsən Gəncə təndirindən gedin çörək alın bu gün. Yox, elə bir problem yoxdur mən valla vururum. Çörək olsun, yeyim. Diyetə oturmuşam. Doğru. Hə. Birinci gündən. Hə. Hə, ona görə Deməli- çay içmirdi. O həkimlə danışdım. Həkim dedi ki, düz demək chiadır, toxumudur, qatığın içinə qatıb yemək. Standart da. Hə, o da Tərlan arıqlamadım. Tərlan da Həkim dedi, baş saldı ki, onu çörəklə yemədi, evi tikəməyir. Sən batırıb yerdin ona çörəyi. Sən haydar eləmsən. Çörəyin üstünə Məzə kimi. çiyə səpib. Yəni Allah qurban, indi onu da dayandıracağam. Mən çörəyi çox sevirəm. Ona görə Gəncə çörəyi, falan çörək fərqi Ay yox. bəlkə oradan Çörək. ola bilər. Gəncəlilər bəlkə çörəyi çox sevir. Yox, biz biraz Gəncəlilər, biraz da Qərbi Azərbaycanlılar çörəyi çox sevir. Yeyirəm. Yeyir Ha, görmüşəm. elə yəni o deyil, sən yemirsən Allah aşkına. Abi deməli bir dənə də müsahibəyə baxmısan. Orada demisən ki, mən olmasam tək səbir heç nə. Sən niyə ancaq qalmaqallı şeylər deyirsən? Mən deməmişəm elə şey. O da Mən bayaqlarım. Manşeti qoyacağıq. Bayaqlarım ara verəndə bayaq dedin, özün dedin ki, Azərbaycanda məndən yaxşı rejissor yoxdur. hə. Mən sən Bu indi bununla bağlı, yəni dedin Kəndi də ki, dedin ki, dedi, indi getdi. indi komediya eləyənlər falan var. Onlar gedib nə bir 10 il qoyunzad otarsınlar, gəlsinlər də elə şeylər edir. bir sən. Mən belə şey deyirəm. Onlar çubuşdular. Sən- Özdə onlar çubuşdular. Onlar mənim Az qal sən tərif verdin. Bana söz Ayda verirəm. istəyirəm. Mən sənə deyim, bildin, tam olsan. Sən işləyə də bilərsən, doğru yolu tapırsan. Yox, Ceymin olsa məni çaşdırmışdı ki, bunda nəsə var. İndi çaş elədim. Bütün verilişdə sakit durmuşdun. Deyirdim, niyə sakit durmuşdun? Sən öz yerin. Ona görə axırda mən eləyib pul alıram. Hə, tam nə var yəni. Yaxşı, bir dənə ciddi sual verim. İndiki kinoda səncə nə çatışmır? Elmətdin. Kalbasa. Üzr sasis. Elə deyə sponsorlarınızı azaltın. Mən Qoyacam. ümumiyyətlə son vaxtda kino çəkilmir. Kino Yox, teatr komediya sistemi çöküb. üzərinə gedək də. Səndə ən çox komediya olur. Hə, onda komediya üzərinə gedək. Yəni səncə nə çatışmır, nə əksikdir? Tam deyim də ssenaridə dramaturji xətt çatışmır. Daha çox budur mənim üçün. Yazırlar, niyə bu var? Bu xətt harda bağlanacaq, nəyə bağlanacaq? Xətt bir də baxsan açıq qalır. Belə bir o mənim xoşuma gəlmir. 2 hər şeydən biraz çatışmır. Biraz rejissor işindən, biraz aktyor oyunundan, biraz ssenaristin, biraz operatorun fokus verir arada. Filmlərdə də görürəm ki, belə də kinoteatra çıxardır filmi. Belə gedir elə bir fokus gedir kadrlar. Hər şeydən biraz çatışmır. Biraz tamaşaçı gəlmir. Mən deyim film belə deyim tamaşaçı gəlmir, yox. Ümumiyyətlə tamaşaçı əvvəlcədən gəlmir. Netflix-də daha yaxşı sərfəli tamaşaçılar. Mən bir filmə girib, sən kinoteatra gəlsən 20 manata bir filmə baxa bilməyəcəksən də. Biraz popkorn alacaqsan, onu alacaqsan, bir film gəlir 30-40 manat oturur. Adam 20 manata bir ailə paket alır, 50 dənə film var. 46 manat şot vermişdi. İsmail Nurəfi kinoya getmişdi. Axırda da öpüşdük. Ramilə xanım yazıb ki, salam necəsiz? Sizdən bir xahişim olacaq. Mənim həyat yoldaşım sizin bərk
pərəstişkarınızdır və evlilik ildönümləri gəlir. Təbrik istəyib qısaca. Şəklini Təbrik atıbdı edirik. yoldaşına. Ad təxmini üçün. Bir dənə baxın kimin ağlına nə gəlir desin. Cəfər. Ya, Cəfər nədir? Cəfər Emin. Gətir baxım. Eminlə Samir də ola bilər ha. Eminlə Anar arasında amma Emin daha şey gəldi. Turan da ola bilər. Turan Mən olmaz. də Nihat deyirəm. Tural olar. Tural olar. Turan olmaz. Tural olar. Cəfər çıxar. Hə, indi Təbrik eləyirik. Heç nə. Mən onda Emin təbrik eləyim. Hər Emin təbrik edirəm. Allah Təbrik edirəm. xoşbəxt Samir eləsin. Tural. Nihat, Cəfər təbrik edirik. Sən verilişlərində belə şey olurdu heç. Yox, mən verilişlərini bəzi şeylər qoruyurdum. Elə o yer nəsə deyirik ki, qoysun. Zərət edirəm. Qoyma maşını. Abi deməli bir də müsahibə oxu. Bu ümumiyyətlə araşdırmayım. Allah qurbanım. Mən soxuyum deyim yəqin Elbəddin. Valla mən araşdırmaq istədim, yazdım Elməddin Cəfərov nə çıxar. Yazdı Göyçədə. Ancaq şey gəldi, qəmli hekayələr gəldi. Məsələn, qəmli statların gəlirdi hansısa verişdən. Mən onu Yox, ciddi verilişlər olur. Bir də şey, son vaxtlar ümumiyyətlə kanallarda bilmirəm fikir verirsiniz. Şou verilişlər dayanıbdı. Daha çox ağlaşma, falan behman. Getməyəndə deyirlər yekxana sanı gedəndə də cavablar verəndə orada komik nəsə eləmək də olmur da gərək enerjini verişə tutsun və niyəsə görə əvvəllər bilmirəm daha çox komediya reyting verirdi, indi ağlaşma. Hə. Bir romantik hisslər yaşayır tamaşaçılarımız elə bil. Düz verilişlərin çoxunu bağladılar, ağlaşma verilişlərinin çoxu bağlandı amma Mədə üçünü sən bağlamısan. yox mən bu axırıncı efirlər deyirəm. Deməli 3 dənə əsas serial Hələ var. oxuyursan təzə. Bacanaqlar, Qız atası, qardaşlar. Kişi sözü, Leyli Məcnun, Bunlar filmdir, Eltilər, yox seriallar. Seriallar. Babalar, Hə. cibilər. Eltilər. Ayrılsaq da bərabərik. Amma bir şey deyim, əslində o vaxtı İki bilmirəm qap bunu arasında indi hal-hazırda gedən serial. sitcom janrında Azərbaycanda ancaq o seriallar olub, başqa olmayıb. Yox, serial olub, mən yalnız sitcom janrında işləmişəm. Onu deyirdi də. Yox, bu deyir. Azərbaycanda olub, başqa hansı sitcom olub? Sitcom olubdu Azərbaycanda, qaynana. Abi şey bacanaqlar Friends-dən götürmüsən. Yox. Amma elə olsa zor olardı. Bacanaqları təsadüfən. Yatırdım. Fikirləşirik adı nə olsun falan. Tərlan, Nur Yaşar, mən, Elnur. Qardaşlar Pide Lahmacun. Bir 5-6 nəfər dəniz qırağında gəzirdik, ideyanı fikirləşirdik və orada tapdıq. O gün bu gündür. İdeya maraqlı tapılma şey olmadı axı. Dənizin ortasında çiməndə batırdı, o da deyir, bacanağımı çağır oradan ağıldı. Abi nətən Martiolla nə bilim masaj zad eləmə şeyi olur. İdeya tapılma olmur. Bəxtli vurğu ilə zadla adını deyir. Getmişsiniz dəniz qırağında yeyib içməyə də ideya tapmışsınız. Yox, çox kasıydıq. Simit Çay içə bilirdik. Çayva verənmirdiniz. Ha yox, heç çayvayı afsatdan istəyirdi, Allah kömək Amma olsun. ideyanı da tapıb həyata keçirtmisiniz. Bu necə kasıb olur? Bizi bu dəqiqə bir ideya tapsaq. Yox, hədəfimiz var idi. Əslində yox, siz də ideya tapsınız, həyata keçirəcəksiniz. Yəni mütləq eləyəcəksiniz. Sadəcə olaraq o bir ruh, Potensial. tam deyim, tam səmimi. Sizdə bir ruh düşündüyü yaşayırsınız bu ərəfələr. Analiz elədiyim odur. Bir dənə istənilən qığılcım sizdə böyük partlayış verəcək və uğurlu bir iş görəcəksiniz. Sadəcə olaraq bu etabı yaşamasınız, bir həftə, 10 gün, bir aya keçəcək, ondan sonra uğur gələcək sizə. Amma indi beləsiz. Əlimizin nə tutaq alınmayacaq, ayıq nə bizdə alınmır. Çünki biz başa düşmürlər saat belə olacaq. Sonra elə bir şey eləyəcəksiniz ki, partlayacaq. İnşallah. Ot. Yəni bu paltarı elə belə geyinmişəm, sənə gələcək. Allah. Belə baxıram. Bu arada amma o axırıncı verilişdə dedin ki, Tibu Pasterdən güclüdür də. Tibonu tanımıram, Pasterə qulaq asmışam. Güclü nə olur? Paster xoşuma gəlir. Bir də Ekspert. ekspert də yaxşıdır. Amma dedin ki, Tibunu tanımıram, tanımaq da istəmirəm. Yox, tanımaq istəmirəm. Tibu bu yaxınları təsəvvür edirəm. Elektrikdə meyxana dəyişməsi olan yerdə bir saniyə görmüşəm. Paster. Paster. Ən yaxşıdır. Sonra bir də Emin var. Malik. Epizod da yaxşıdır. Yox, Əlxan Rəcabov. Müharibə vaxtında o mahnısı daha çox. Talih Üzbəyov. Uran. Yox. Uran qardaşım çox istəyir. Uran Şahin zirvə. Abi Şahin zirvəyə səs verdi. İdris Cəfərov. Yox, bir mahnısı var, partlatdı. Məndə telefonda var o mahnı. Telefonda var, nədir? OKB. Bluetooth-la atıblar.
Abi o haber uje. Yox, məndə Samsung-dur telefon. Hərbi reperdə o qədər. Gördün nə dedi? Dedi müharibə zad. Hərbi reperdə. Niyə o haber sevmirsən? Seviriz. Çox qəşəng reperdir. Ekran sürən nə qədərdir? Ekran sürəm çoxdur çünki mən səsli kitab var telefonumda, bir də YouTube-dan səsli kitabları çox dinləyirəm deyə ekran sürəm çoxdur. Bəs sevdiyin 3 dənə kitab? Sevdiyim 3 kitab. Rob. Vallah deyəcəm gülməli gələcək. Biri şeydir. Bütün cavablarını da əvvəlində nəzərdə. 6 kitabın adı yadımdadır. 6 ağac. nəfər, 6 ağac. Altı qaraş 6 deyil. yoldaş da obşu. İngilis yazır. Gedirlər Yolla gəzməyə. gedirlər. Dəniz qırağı gedirlər gəzməyə. Kitabın adı nə oldu? 6 yoldaş gedirlər. 6 qaraş gəzməyə. Arabanın fasonu şeydir. Aha, İçində bir dənə lider olur. Həmişə də o lider axtarılır. Finalda da bütün hamısının danışdığı adam nə gözəl yazısıdır. Bütün qəhrəmanlar bir Ruhani bir aləmdə. Spoiler vermə də abi. Yox, yaxşı belə deyirəm də. O qədər dramaturji xətt o qədər mükəmməldir. Hamısı bir nəfər haqqında danışır. Öz həyatlarındakı qəhrəmandan danışır. 5 nəfər. 6-cı adam bunların yol yoldaşı olur. Bu o hamının həyatında çox qəhrəman imiş. Yəni yazısının əsəri möhtəşəm idi. Abi dramaturji sözünü görəndə dəli olursan ha. Yox, mən belə deyim. O qədər çiğ şeylərə çəkildim, yaxud özümüz elə yazdıq filmlərimizdə, seriallarda, səhnəciklərdə gördüm. Bu bir yerdən sonra moda mindi və ucuzçuluğa apardı. Və mən də qıcıq olurdum ki, xətt açılıbdı. Niyə bağlanmır? Bu verilişin dramaturji xətti yoxdur incimin. Nə olsa danışıq, veriliş maraqlı olsun, yeni gənclərə falan. Mənə xoşuma gəlmir bu tip şey. Tam səmimi deyim. Yaşıma görədir, bəlkə qocalmışamsa. Məndə başlanğıc və orta, kulminasiya, final olmalıdır. Yox, siz verilişi risk dayandıra da bilərsiniz ki, bu günlük belədir. Sürprizimiz var. Kulminasiyada belə danışırıq. Və heç nə susmuşdur. Bu indi moddur. Amma mən bu sistemi sevməmişəm. Onda silək bunu. Yox, sizdə ümumi deyirəm, öz zövqümü deyirəm. Filmlərdə də, misal üçün, o vaxt film var idi, telefon butkasının içində baş verir bütün hadisi. Vallahi filmi 1 saat, yarım 2 saatı fasilə vermədim. Telefon çalır. Şeydə 12 Angry Men. Yox, Angry Men, bu da salır mən şumluğa. Adını bilmirəm. Abi ikinci kitabın. Nə vaxt çıxır? Bir kitab dedi 6 nəfər var idi içində. Bəs də. Hadi istəyirsə bir dənə musiqi şeylim yığda bəzi olar. Hə, əlbəttə. Mən Avia sales. Abi yaxşı da TikToka baxmaq vaxtı deyil. Bəs bayaqlarım dedin ki, Azərbaycandakı ən bomba Kitab oxuyan mənəm. Reper mənəm. Sənətkar mənəm. Məndən başqa sənətkar yoxdur. Bunu deyəndə konkret olaraq kimləri nəzərdə tuturdu? əzizim, qop da sən şeydə şər xata atmaqdan bilmirəm. Sən yəni bu qədər demədiyim hər şey sən deyirsən. Yox. Vermədiyin müsahibələr Yaxşı, istəmirsənsə kəsər ya oralarını. Kabul edirsən. Elə Deməli, bax mən söyüşün tərəfində deyirəm, amma onu ürəyimdə dedim. Amma o dediyin də deyil, niyə? Elə bir şey olmuyor vaxtı xəbərliyə. Bu özündən deyir, şər xata. Ərəb zarafatları deyə bir mövzum var. Ərəblərin bir-birinə elədiyi zarafatlar. Bir də belə bir şey deyim, verilişinizdə nə xoşuma gəldi. Elə bir çayxanadasınız. Elə hər şeydən bir saxlananda belə hər şeydən danışırsınız. Absurd komediya. Kamera, ya adını absurd komediya qoysun. Belə absurd komediya olmur adam. Siz hara? Abi biz IMDb-yə çıxmışıq. IMDb. Yavaş ayağına salarsan. Zarafat Kan festivalına gedəcək Bəli. İsmail. Oradan gedəcək. Eyvə abi. Təsmal gedəcək. Maşını var axı. Amma İsmail zarafatsız Kana gedir. Zarafatsız Oradan gedir. gedəcək, Birinci yerə həqiqətən. çıxır. İsmail birinci yer çıxıb. Oradan bir yarış var. Şeydə, Reklam yarışı. reklam. Gedir Doğru. 20 dəqiqə alqışlanmağa, rekordu təzələnməyə. Ciddi, nə olacaqsan? 20-si. Allahın üstündən. Mən sevinirəm ki, Azərbaycandan kimsə oralara gitsin. Sən Yer Allah tutsun. kevləkəliyib gəlmə. Da çalış danışma. Ağa yana. Danışamıram ya aslında. Hə, də mən deməm, özünə etiraf elədim. Pulu ver, denə şey. Onlar da Reklami. Abi, keçən dəfə demirsən ki, futbol qoyur Aliyə Cəfərova. Hə, bəs. Bir də Problem. Mən də hər dəfə elə bilirəm ki, deyirəm yəqin hazırlaşıbdı, həqiqətən sual hazırlayıbdı. Yatıb qalxıb durub gəlib bura ki, veriliş edir, Allah qurban olum. Nəsə danışırdı amma getdi. Ərəb zarafatı. Ərəb Ərəb zarafatları zarafatı, çıxır qabağınıza ərəb. Nədir? Ərəblərin bir-birinə Çox elədiyi zarafat zarafatlar. eləyirlər. Şir atırlar.
Hə, yatanda su tökürlər. O tərzdə, hə. Aslan buraxır bir-birini. Yekə özü, çox yekə bir aslan buraxır, hə. Elə zarafat olar. O yaran, o söz yaran oradan. Ərəb zarafatı. Snoop Dogg ya. Nə Allah. Ay şür da kişi. Gözə AI ola bilər bu. Yo. Belə eləyirlər. İşşəkdir ya. Bə tişləsə, İşləyir də. bə niyə eləyirlər ki? Nə bilim, ərəb deyir. Hə, sarlıq oldu. Şir nə yekə şey. Təşəkkürlər Bəyazit bizə İkram görüntüləri. sağlayır. Dubl bom oldu bu. Azərbaycan belə şeydir. Belədirlər ha. Ümumiyyətlə hər şeyi abartı eləyirlər. Bir də görsən bunların məşhur maşın sürmələri var. Ciplərlə azaddan çıxırlar. İki təkər. Safari. İki təkər qaldırıb Təkəri çıxardırlar. 300 metr belə gedirlər məsələn. Əllərini yerə sürtə-sürtə. Hər şeyi ifrat dərəcədə eləyirlər. Hə, 300 metr. İstəmək istəmirəm yəni. Yo. Amma hə, razı deyiləm. Hə, mən də bəyənmirəm elə şeyləri. Amma kimsə hansı kütləm istəmək istəmirəm. Yaxşı. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda, yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviases.az. Aviases.az. Gəzinti üçün. Bunu təzə çıxartmısan, ikincinin basmadan. Hə, dostlar bu arada Bir dənə çəkiliş Kofe üçün də aldan. dayan. Sən deyirsən kofe alı. Hə. De. Kofe aldan bəzi bura bir dənə zəhmət olmasa link yerləşdirərsən. Kofe aldan bizə dəstək ola bilərsiniz. Başqa nəsə deyəcəm, heç nə deməyəcəm indi sən. Çəkiliş üçün də Studio Noise-ə təşəkkür edirik. Onu da bəzi tam olaraq bura göstərim qoyarsan. Çəkilişdə göstərdiyi dəstəyə görə heç nə bu qədər. Yaxşı da sponsorunuz çox rahat imiş. Sağ ol. Aldım bilet. Yox ha, bilirəm. Çox rahat imiş. İşte elə saytlar var, girirsən, şumluğa girirsən. Amma burada rahatdır. Belə. Mən bir video gətirmişəm, istəsəz baxarıq. Baxaq. İraq toyları deyə başlıq altında. Mən arada baxıram. Bu nədir? Bu bəyin hazırlanma prosesi, toya gediş. İstəyirsə qoyun baxaq. Baxaq. Yavaş-yavaş Neçə tamam. dəqiqədir? 8 dəqiqədir, gedə Anlaşılır. bildiyimiz qədər Hə, gedək. biraz baxaq, hə, yaxşı. Bildim deyəsən nəyə qoyursan. Saddam Hüseynin yox. hə. Saddam Hüseynin nişanı. Mahnıya var bir dənə. İraq. İraşqa. Şanzelize tapır. Abi sənin üçün adidir. Onlar nə qədər əziyyət çəkib Macron. Ustanın öz saçına bax, Allah Allah. Jelexanadır. Biraz da da restoran görüntüsü qapqaradır. gəlir. Hamı belədir. Ötür burasını ötür biraz. Oy, bu bəzi Alındırır da. zebra oldu ya bu. Saçdakı müsaitdir ona. Ay sağ ol. At kimi də saçları var. At quyruğu demək. Bu yəqin ki bərbər buna görə seçilir də. Nə qədər yuxarı qaldıra biləcək bərbər Yox, saçı. yox. Nə qədər ey bəlsər eləyəcək. Emoslar net sizinlərdir hər kəsə də. A boyun rənginə bax bir dənə. Hatta pis dəlisən, niyə baxmısan? A bu bəydir. Belə bəy olar hə. Göz Malakandadılar elə. Saqqız da çıxartma da kişi kimi. Başda xarab olub xəbəri yoxdur. Nə əylənirlər ay. Bunu elədi da. Di Maria. Elə bilə şəkil çəkdirdilər. Amma yaxşı ki o başda o şey qoyurlar ha. İndi baya düşdüm. Çünki baş açılsa belə bir şey olacaqlar. Bəs nə oldu, bayaq lağ eləmirdin? Ücə cəmaatın başına lağ eləyirsən. Nə? Allah. Ayağım bu başlağı olmaz başda Bir yəni. dəqiqə bir şey deyəcəm. Bayaqların bundan bu video açılmamışdan qabaq belə bir ifadə işlətdin ki, mən Azərbaycanda Orada yenə başlayır yalandan. Aktör yuxarı olsun. Özümüzə hazırla, sonra basta. Elə ağzı var. Yalan belə fikirləşir. Nəysə, toy belədir. Öpürük restoranı İraqlıları. Sağ olsunlar. Bəs toy budur. Stollara bax bir dənə. Yam yaşıl. İraq stolu.
Counter Strike stolu. Bu bəydir. Bə niyə bundan bəylik hara getdi? Nə məndə? Game. Ha, Game game ama. uçdu. Abi, After party'dir bəlkə. sən üçün o Sən üçün şeydir. olsun. Normal game'dir o. Ora üçün. Aa, bu şeydir. Solong İraq. Solong Bağdad. Ay, hamısı şeydir. Biri yıxıldı. Baba Fransa bayraq, Martial ordadır. İraq zarafat. Maşallah, tələffüzün mən Martial deyirəm, bu Martial deyir. Amma düz deyirsən. Sən Martial. Martialdır mənim. Tamam. Ayda. Abi təşəkkürlər Abi, çox gəldiyin sağ üçün. ol. Siz də sağ olun. Çox sağ ol. Heç biz planlamırdıq gələsən açığı. Biz bir dəfə dedik, sən də dedin gəlirəm, çox sevindik. Ona görə də Mən həqiqətən çox boş idim. Gözəl, gözəl. Axır ki, qəşəng zarafat elədin. biz də bilirsən qonaq tapa bilmirdik açığı. Dedi elə elmə. Amma Yamansan. mən boş vaxtımı amma heç vaxt ağlıma gəlməzdi ki, boş vaxtım bu qədər boş. Bomboş. Amma buna şükür. Təşəkkür edirəm, Beliş çox maraqlı idi. Yaxşı idi. Əla idi. Çəkir onlar. Bitib. Bəlkə də kameralar bitib. Zaretkası da, amma gedirik işləyirik. O qıraqdakı çəkir. Hə. O bu mərkəz kameraların elə vidindən hiss olunur. Dayanacaq. Bacaqlar çəkdiyimiz kameralar oxşayır. Təşəkkür edirəm. Dəvət Biz də elədiniz. təşəkkür Hər şey edirik. normal Çox sağ ol. idi. Allah Gəldiyiniz betərindən qorusun. Sneakers də Öpürəm. var. Sağ ol, sən də abi səmimi oldun oradan. Çox sağ olun. Xoş Gələndə gəldin. ağzımızı cırdın bir partiya. Yox, sonradan yox, mən həqiqətən oradan tam Yo, yo. səmiyəm. O məqsədlə Çox- gəlməmişdim. Amma gördüm ki, Amma gördün ki, ağzı cırılası. cırılası adamlar. Heç nə, bu qədər. Sağ ol, çox sağ ol. Sağ olun, təşəkkür edirik. Ortaya baxmayın, ortaya Ortaya kamera yox. çəkilir. Sağ ol demişik də əvvəldən. Biz də bilirik biraz. Bir dənə də elə belə. Verilişimizin baş sponsoru aviases.az. Sağ ol.